Mən sağ zəng elədim. Necə oldu? Dedim ki, hamamda adam var. Mən qorxuram da getməyə. Zəng elədim, gəldi. Elə binava gəldik hamamın şeyindən. Gördü içəridə oğlan var, bir dənə də qız var. Elə qapını açan kimi sağa soxdu biraz. Kız kim idi? Baldızımın qızı. Oğlanı tanımıram. Xeyr, tanımıram. Tanımırdım. Oğlanı tanımırmışlar. Xeyr. Qız elə bunlarda qalmış, həm qonşuda, həm də ki, bacısı. Bıçaqladım. Mən ikinci dəfə də bıçaqlayanda mən əlamı atdım, qaçdım bu qonşuya. Dedim köməyə gəlsinlər. Elə yıxıldı yerə qanın içində. Qopardılar xəstəxanaya bu qədər. Görüb çılpaqdırlar ikisi. Qız da oğlandır, bacısının qızı da 15 yaşı var. Çılpaqdırlar nəsə, o açıb qapını, əl atıb qızın saçından ki, belə çəksin çölə. Qıza başı qaşıb çıxartmağı, oğlan sırası qapının ağzına soğub buna, düz ürəyi nə ayırsın.